Qurbanım Allah, ay Mələk. Hə, denə, Allah xətrinə tez ol ver. Deməli, əgər məsələn bildirirlər ki, güya namazın qılınmağı, güya namazın qılınmaq qaydası, dəstəmaz falan, bunlar təyin, bu güya Quranda yoxdur. Bu hədislərə əsaslanıb nəsə eləmək istəyirlər. Əslində, məsəl üçün, hər şey var da namazda. Hər bir namazın qılınması, mən namazımı qılanda bütün sözləri Zapis adlı bölmədə kanalda paylaşırsın. Bu namazın sözləri hamısı elə Qurandan götürmüşəm, sonra götürülüb. Məsəl üçün, əlavələr edirlər şiyələr, kim əlavə edir, onlardan söhbət eləmişsən, sənin namazında nədir? Məsəl üçün, namazda niyyət, təkbir və surələri deyərkən, ayaq üstə var. Məsələn, dəstəmaz ayəsi də var, necə eləmək, sonra təyyəmmüm ayəsi də var. Nə zaman lazım olduğu təyyəmmüm də var. Sonra, biz niyyət edərkən ayaq üstə dur, niyyət eləməsiniz olar. Sonra, təkbir, məsələn, Allah əkbər deyən, məsələn, belə ayaq üstə oluruq. Sonra, surələri deyərkən, Fatihə söz bildik. Sonra, ruku da var, rukuda ayə var, hamısı. Sonra başda səcdə bildik. Səcdəni də edəndə yaxşıdır. Səcdəni edəndə bəzən belə eləyək, ora dəyməli, bura dəyməli. Əslində isə səcdəni hətta olur, məsələn, döyüşə gedəndə at üstündə gedirlər, namazını qılırdılar. Yaxud xəstə adama uzana bilər. Səcdəyə bu cür gedə bilməzlər, əgər ruhən səcdə eləyə bilər. Ayso, səndə də olur belə. Yol gedə-gedə ruhən səcdə eləmişsin. Sonra belə. Bunlar var, təşəhhüddə var. Təşəhhüdlə çalanlar deyərkən. Hər şey var da Quranda. Bu, məsələn, təşəhhüdün forması əgər yazılmıyorsa da, axır ki, yəni, Elşad Miri onu düz deyildi ki, yəni, o vaxt əvvəldən namaz qılınıb da, Adəm Peyğəmbərdən belə, namazı da bilirlər da, indi təşəhhüdə otur deyəndə də, qurban olmalı, insan şuurlu varlıqdır da, gördüyünü Allah niyə təkrar, məsələn, təkrar o vaxt şeylər deyir ki, Allah sana bilir də, Allah sana ki, sonra yeniliklər edəcəklər, hər şeyi əvvəldən bilir Allah. Ona qarşı belə bildirir, haqqı bildirir, deyərlər. Məsəl üçün, mən oxu, Allah tək böyükdür, təkbirdir, Allahu Akbar sözü. Sonra, Allah'ın sənin şanın ucadır və sən bilirsən də ki, başlayanda deyirsən. O Zapis adlı bölmədən baxarlar, Allah'ın şanı ucadır, o da Qurandadır. Ondan başqa ibadətə lakəs bir məbud yoxdur, deyirsən Allah'ın belə başlarsan, sonra və səndən başqa belə məbud yoxdur deyirsən, sonra hamısı Qurandadır, hamısı Fatihə surədə Qurandandır, digər ayələr də Quranda Fatihə surəsindən sonra deməli, sonra rukuda, məsəl üçün, heç kəs demirsə də, amma o hansıdır, ayə var, o özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, möhtac olmadığı üçün heç bir dosta ehtiyacı olmayan Allah'a həmd olsun. O var, rukun deyirik. Sonra qunutda istədiyin duanı edirsən, qunutu eləməsəz olar. Amma Allah'ım sənə qurban olun, mən deyirəm qunut tutarkən. Ancaq onu deyirsən. Sonra səcdədə Rəbbimiz paçdır, müqəddir. Qunut eləmək olar. Niyə? Çünki ayələrə əsasən də, yəni sonra səcdə edərkən Rəbbimiz paçdır, müqəddəsdir. 3 dəfə yox, çox da demək olar, amma ifrat lazım deyil. Mən 7 dəfə dayanıram. Çox deyən, yaxud 3 dəfə deyirəm. 2 dəfə səcdədir. Sonra təşəhhüddə indi bunu paylaşaram Zapis adlı bölməndə. O Zapisi bəzən yazılmır, başqa adla yazılır. Axır ki, video, playlist falan, bu shorts falan, axırda playlistdən sonra bilirsən gəlir ki, Zapisi bölməsi, orada
paylaşarım inşallah. Hamısı təkər söz, hamısı Qurandandır. Quranda olan şeylərdir hamısı. Yəni ayələrdəndir daha doğrusu estağfurullah. Sonra Allahımız Quranda nə buyurur deyir? Həqiqətən namaz insanları nə edir? Çirkin və pis işlərdən çəkindirir. Bu da var orada. Bunu da oxuma. Yuxarıda yazmışsan, sonra burada nə yazmışsan? Birinci niyyət etmək lazımdır belə. İnşallah vacib olan namazını qılacam. Amin deməsən də o amini silərsən, sonra ya da ki vacib olan namazını qılacam. Amin. Sonra sübh, zöhr, ikindi, şam, xüftən vacib olmayan isə bunlar vaciblərdir. Bunlar vaciblərdir. Vacib olmayanlar isə vacibdir orada. Nə zaman amma bunu səhv yazmışsın, düzəldərsin. Ev yönələ, onu cəhməyin vacib olmayana isə hacət namazı deyilir. Məsəl üçün, niyyət edərkən vacibdir, yəni o üçün nə zaman Allahdan, hacət sözünün izahlı lüğətdə mənası var da, Allahdan istəyirik, hacət namazı mənası var Quran verimi izahlı lüğətdə. Allahdan nəsə istəyəndə sonra, məsəl üçün bir müsibətə düşdüyünüz zaman Allahımız buyurur ki, səbirlə, namazla kömək istəyən, elə hacət namazı qılıram deyib, bacardığın qədər qılsan, o insan elədir ki, sonra ey gözəl müsəlmanlar, Allah qəbul eləsin. Amin. İnşallah ibadətinizi Allah qəbul eləsin. Amin. Belə paylaş, bax yoxdur da paylaşarsan bunda var. Namazdır, bildik, paylaş, sözləri paylaşırmış. Ay mələk, qoy bir dənə də sözümü deyim, deyil. İxtiyarım var, deyilməm, dediyimlə oturub durmalı deyilsən, iradə azadlığını əla kəsb elə. Bəli, deyil. Məsəl üçün, Mehmet Oxuyan da kitabında, o da məşhur ilahiyyatçıdır, o tərcümə edir ki, məsələn, Fələq surəsində buyurulur ki, əlaqələrə fəsad qarşıdıranların şərrindən və həsəd aparan zaman paxılın şərrindən. Belə, amma o necə tərcümə edib, o düyünlərə üfürən qadınların şərrindəndir, nədir? Əslində, əlaqələrə fəsad qarşıdırmaqda o, yəni cinlərlə məşğul olanlar da onlar, yəni seyr edilənlər falan, o əlaqələrə fəsad qarşıdıran deyəndə, qarşıdıranların şərrindən deyəndə, şərrindən yox, şərrindən. Burada düz yazmışsın. Şərrindən deyirsən namaz qılanmaq. Yox, şərrindən. Şər birdir. O çünki əlaqələrə fəsad qarşıdırmağın cürbəcür növləri var da. İndi bir dənə düyün üfürənlərdən niyə kimsə düyünə üfürənlər yox? Məsəl üçün, buradan nə yazda düşdü? Yadıma düşür ki, yəni ulduz falıdır falan, sonra numerologiya falan çıxır. Məsələn, Elmanın bacısı qızı var, çıxır deyir ki, mən numerologiya, elmlə məşğulam, məşğul elm adamıyam. Əslində numerologiyadır, digər fal oxularda hamısı nədir? Məsəl üçün, ürəyə gəlir ki, şeytan deyir, məsələn, ya kiminsə sözü tutanda, o barədə videolar var. Axır ki, nədir? Şeytan əməlidir. Bəli, söz. Fal oxular bildikdə şeytan əməlindən də olur. Yəni, şeytan əməlinə, əlaqələrə fəsad kim qarşıdırır? Şeytanlar da, insan şeytanları və din şeytanları. Onların şərrindən olmalıdır orada. Nas surəsində bayaq eləmişsən.